Salam müəllimələr, hər vaxtınız xeyir olsun. Salamlayıram hər birinizi. Ümid edirəm ki, yaxşısınız. Bu gün sizlərə SMART abreviaturası haqqında danışmaq istəyirəm. SMART nədir, nəyə xidmət edir? Deməli müəllimələr, SMART bizim məqsədimizə əsaslanır. Yəni SMART alt standartın tərkibi olaraq müəyyən olunur. Yəni bizə verilən alt standartlarımız var ki, biz oradan məqsədimizi müəyyənləşdiririk. Biz məqsədimizi alt standartdan çıxardırıq və həmin yəni məqsədimiz dəqiq olmalıdır. Yəni spesifik olmalıdır. İlk öncə baxaq SMART-ın S-nə, yəni spesifik, dəqiq, aydın, düzgün ifadə olunmalıdır. Yəni təlim nəticəsi düzgün müəyyənləşdirilib, dəqiq və aydın olmalıdır. Yəni məsələn, mən deyirəm ki, uşaq əşyaları ölçüsünə görə seçir və bir də deyirəm, uşaq əşyaları ölçüsünə görə uzun, qısa seçir. Bunlardan hansı doğru olar? Təbii ki, uşaq əşyaları ölçüsünə görə uzun, qısa seçir. Çünki mənim burada məqsədim dəqiq və aydın verilib. Uşaq əşyaları ölçüsünə görə uzun, qısa seçir. Daha sonra isə SMART-ın M-sı ölçülə bilən, qiymətləndirilə bilən olmalıdır. Yəni təlim nəticəsi elə müəyyənləşdirilməlidir ki, nəzərdə tutulan bilik və bacarıq qiymətləndirilə bilsin. Yəni mən əgər 3-4 məqsəd seçiriksə, bizim məqsədimiz uşağı hədəfə aparmaqdır. Amma qiymətləndirmə də əsasdır. Yəni biz həmin məqsəd əsasında uşağı dəyərləndiririk, qiymətləndiririk. Bu da SMART-ın M-sında öz əksini tapır. Daha sonra isə SMART-ın A-sı achievable, əldə oluna bilən. Nə asan, nə çətin olmalı deyil. Məsələn, deyirəm ki, mənim qrupumda həm orta, həm aşağı, həm də yüksək təfəkkürlü uşaqlar var. Mən burada 3-4 məqsəd qurmuşamsa, mən günün sonunda, yəni elə məqsədimi qurmalıyam ki, nə asan, nə çətin olmasın. Yəni mən günün sonunda bilməliyəm ki, mənim heç olmasa orta təfəkkürlü uşağım məqsədin X-sinə, aşağı təfəkkürlü uşağım da heç olmasa məqsədin ən azı birinə çata bilsin. Daha sonra R. SMART-ın R-sı real imkanlar nəzərə alınır. Yəni ki, nədir? Bizim məşğələdə istifadə etdiyimiz avadanlıqlar, resurslar. Mən əgər təsviri fəaliyyət məşğələsi keçirəmsə, burada mən rəsm fəaliyyəti seçirəmsə, mənə lazım olan bir sıra avadanlıqlar var. Albom olsun və yaxud da ki, rəngli qələmlər olsun və s. Bunlar SMART-ın R-sında öz əksini tapır. Daha sonra time məşğələnin müddəti, yəni vaxt müddətinin nəzərə alınmasıdır. Deyirəm ki, əgər orta qrupda məşğələnin müddəti 20 dəqiqədirsə, mən həmin o müddətdə SMART-ın, yəni məqsədimizi reallaşdırmalıyam. Yəni müəyyən vaxt müddətimiz nəzərə alınmalıdır. Bu qədər müəllimələr SMART abreviaturası haqqında yəni mövzumuz bundan ibarətdir. Hər birinizə uğurlar.